Salam, hörmətli tamaşaçım, hər birinizi xoş gördüyüm Həyata Baxış proqramı başladı və biz bu həftə hansı mövzulardan danışacağıq, onu sizə elan eləmək istəyirəm. Qeyri-legal məşğulluq, yəni evlərdə xidmət göstərmə, ev qulluğu ilə bağlı danışacağıq. Yəni bu kateqoriya insanlar hansılardır, mən izah eləmək istəyirəm. Son zamanlar hər birimiz şahidi olmuşuq, kütləvi bir axın var, işsiz, sonra həyat yoldaşını itirmiş, ayrılmış həyat yoldaşından və ya təhsilsiz qadınların bir çoxu evlərdə təmizlik, qulluq işləri ilə məşğul olur və nəinki qadınlar, hətta kişilərimiz də bağban işi, sürücülük işi və ya təbii ki, əlindən gələn peşəkar olanlar aşbazlıq, yəni evlərdə xüsusi qulluq və bunun vətəndaşlara, işə götürən və dövlətə ziyanı və faydalı məqamlarından danışacağıq. Faydası varsa təbii ki, onu da izah eləməyə çalışacağıq. Ziyanları nədir? Onu da bizim ekspertlərimizlə birlikdə sizə izah eləməyə çalışacağıq. Studiyamızın qonaqlarını təqdim eləmək istəyirəm. Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri, Tahir Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdürü və Mətanət Əzizova Qadın Krizis Mərkəzinin rəhbəri. Xoş gəlmişsiniz studiyamıza. Ümumiyyətlə, sir deyil mənim dediyim məqam, hər birimiz də şahidi olmuşuq. Xüsusən də Mətanət xanım, biraz biz yəni aramızda xanım yeganə sizsiniz və eyni zamanda da bundan daha çox əziyyət çəkən xanımlar olduğu üçün mən istəyərdim ki, bir xanım kimi, həm də bir qeyri-hökumət təşkilatının rəhbəri kimi siz öz fikrinizi peşəkar olaraq bizə çatdırasınız. Ümumiyyətlə, baxanda, nəzər yetirəndə bu qeyri-legal məşğulluqla bağlı, xüsusən də evlərdə xadiməlik eləyən, qulluqçuluq eləyən qadınların vəziyyətinə hansı mənzərə gözümüzün önündə canlanır? Nə görürsünüz? Nələr baş verir? Adətən, belə deyək də, bu 35-45 yaşında olan xanımdır. Çünki bu yaşda artıq iş tapmaq da çətindir. Ola bilsin ki, ali təhsili var, amma çox təəssüf ki, bugün elə dövrdür ki, daha çox hansısa bir müəssisələrə cavan qızlar işə götürürlər. Nəinki, bax, bu dövrdə, bu yaş dövründə. Ona görə də qadınlar başlayır axtarmağa iş, yəni razılaşırlar qab yumaqda, dayələk etməyə, evdə də işləməyə, tək ki, əlində hansısa bir məbləğ pul olsun. Və işə düzələrkən müxtəlif problemlərlə orada qarşılaşa bilərlər. Məsələn, elə problem olur ki, səhər 8-dən axşam 10-a kimi də bəzən məcbur eləyirlər ki, işləməyə. Bəzən elə olur ki, ümumiyyətlə istirahət günləri olmur və hər gün işə çıxmalıdır, hər gün işləməlidir. Elə bir hadisələr olur ki, bu işçilərə qarşı təhqirlər də olur, zorakılıq da olur, köpud danışmaq da, alçaltmaq da. Yəni İstismar, əməyinin istismarı olur. Bəli, yəni müxtəlif orada problemlər olur. Bəzən elə olur ki, cinayət işləri də qaldırılır onlara qarşı ki, evdən nəsə itdi. Bəzən olur ki, həqiqətən bu fakt təsdiqlənir. Bəzən elə olur ki, yəni təsdiqlənmir şər olur qadınlara qarşı. Bəzən onlara qarşı cinsi istismar belə olur, təkliflər belə olur. Olur və cinsi istismar da olur, cinsi əlaqə təhrik edilmələr də olur. Bəzi elə olur ki, bu qadınları sonra insan alverinin qurbanlarına da çevrilə bilərlər. Məsələn, vəd edə bilərlər ki, qulluqçu ev təmizləyə bilərsən, amma sonra küçəyə çıxmağa imkan vermirlər, sənədləri götürürlər və yəni artıq istismar gedir. Adətən qadınlar bu işi ya işə düzəlmə firmalara müraciət edib oradan bu işi tapırlar, yaxud da ki, əmək birjalarına və orada kimsə tövsiyəsindən, qohum, qonşu ola bilər. Çox, belə deyək ki, əmək haqqı az olur və ona görə də yəni problemlər orada müxtəlif ola bilər. Amma ən əsas odur ki, bugün bu qadınlar nə hansı əgər bədbəxt bir hadisə olsa sığortalanmırlar, hansısa bir ayrı bir problem ortaya düşsə,
bu qadının imkanı yoxdur ki və şərait elə də yoxdur ki, getsin harasa müraciət eləsin. Çünki əmək müqaviləsi olmadığı üçün, yaxud da ki, sığorta olmadığı üçün. Yəni Allah ümidinə yaşayan və bir də ki, ev sahibinin ümidinə yaşayan insanlardır. Heç bir həyat sığortası, həyat qarantisi olmayan, iş qarantisi olmayan insanlardır ki, məhz günlük qazanc arxasıca gedirlər və təbii ki, o günlük qazanc arxasına gedəndə də bəzən başlarına hansı işlər gələcək ki, özləri də bilmirlər. Ona görə də bu başa gələcək işlərdən xəbərsiz olurlar. Mətanət xanım, bəs bunun səbəbini, məsəl üçün, biz deyirik ki, indi son zamanlar qadınlar daha çox ev təmizliyi işlərinə gedir. Yəni, doğrudan da mı iş tapa bilmirlər və ya şirkətlər məhz gənc kadrları daha çox üstünlük verirlər götürməyə, amma evdə işləyən gənc xanımlar da var. Hətta universiteti bitirib, ailə vəziyyətinə görə, imkansızlığına görə evdə işləyən gənc xanımlarımız da var ki, bizim sujetimiz var. Düzdür, köhnə sujet olsa da, yəni daha əvvəl hazırladığımız sujet olsa da, məhz bu mövzuyla üst-üstə düşdüyü üçün mən onu birazdan sizə təqdim edəcəm. Ən azından bir xanımın, bir gənc xanımın evdə işləyərkən başına gəldiyi hadisələrin şahidi olacağıq. Amma bu arada istəyirəm mən Sahib müəllimə də öz sualımı ünvanlayayım. Sahib müəllim, mənzərəni istəyərdim ki, siz də şərh eləyəsiniz. Bax, bugün yaranan bir vəziyyət var ki, xanımlarımız, qadınlarımız iş tapa bilməyəndə, hətta Türkiyənin özündə belə biz çox şahidiyik ki, bizim xanımlarımızın çoxu Türkiyədə əsasən ev qulluğunda işləməyə, müxtəlif şəhərlərə ev qulluğunda işləməyə gedirlər və təbii ki, biz hələ onu müzakirə etməmiş, biz ölkənin içini, Bakını müzakirə eləyə görək vəziyyət nədir və nədən yaranır bu qarışıqlıq, xaos? Yox, əslində biz belə baxmalıyıq ki, ev qulluğu da bir iş yeridir. Və bu iş yerlilərinin sayı artmaqda davam edəcək. Biz 15-20 il bundan qabaq bu aktual bir mövzu olmaya bilərdi. Çünki çox az sayda insanlar belə işlərə cəlb olmuşdu. Amma elə bir indi ev sahibi var ki, onun 30-40 nəfər belə işçiləri var. Məsələn, bağı var, bir neçə evi var və s. hamısı cəlb ediblər müxtəlif keyfiyyətlərdə xadimə, aşbaz, dayə, biraz həyat baca varsa deməli, mühafizəçi, cangüdən, sürücü, bağban və s. Bunların sayı artım tendensiyası olduğu halda qanunvericilik elə bu məsələnin tənzimləməsi elə köhnə qayda, mülkü müstəvidə qalmaqdadır. Və nəticə belə gəlir ki, 10 minlərlə insan bugün qeyri-formal əmək bazarının iştirakçısına çeviriblər. Buradan hər iki tərəf, bir neçə tərəf ziyan çəkir. Birinci, dövlət ziyan çəkir, çünki ona vergilər daxil olmur, sosial ödəmələr daxil olmur. İkinci, şəxsin özü ziyan çəkir, çünki onun bayaq siz dediyiniz kimi havadan asılıdır, heç bir garantisi yoxdur. İşə götürəndən tam asılıdır, məcburi əmək bazarının iştirakçısıdır, müxtəlif istismar növlərinin qurbanı ola bilər, potensial risk altındadır. Üçüncüsü, onları işə cəlb eləyən şəxsdir. Ondan da Mətanət xanım qismən danışdı ki, bu şəxsin heç bir öhdəliyi yoxdur ev yiyəsi qarşısında. Sabah orada bir əşyası oğurlandı, itdi. Əksəriyyət hallarda heç şikayət də eləmirlər, çünki mənasız olur. O adamı hətta buna görə tutsalar belə ev yiyəsi bundan heç nə əldə eləmir və bir para sürünür məhkəmələrə. Ona görə bütün bu məsələlər tənzimlənməmiş qalır. Bunun tənzimlənməsinin yalnız bir mülkü müstəvidə mümkündür ki, şəxsin hansısa bir bu xüsusi kateqoriya, məsələn, dayələrin bəzilərinin vöyünləri var. Onlar gələndə müqavilələr tələb eləyirlər, onlarla müqavilə bağlanır və o vergi, sosial ödəmə öhdəliklərini öz üzərinə götürür, ödəmə mənbəyi ilə heç nə ödənilmir və məsələ həll olunur. Amma bunun, məsələn, Rusiyada daha yaxşı tənzimləmə metodu var. Bir çox SNQ-lərdə əmək qanunvericiliyinə fiziki şəxs, sahibkar olmayan fiziki şəxslər anlayışı gətirilib. Bu deməkdir ki, heç bir vergi orqanlarında fiziki şəxs kimi, sahibkarlıq subyekti kimi qeydiyyatda olmayan şəxs evinə, tutaq ki, bir qulluqçu götürəndə onunla əmək müqaviləsi bağlanır. Çünki ev işi muzlu əməyin belə əlamətlərinə görə, bütün əlamətlərinə görə muzlu işdir. Bu mülki hüquqi müqavilə işi deyil. Bağlayır və bunu üçüncü bir tərəf təsdiq edir. Tutaq bələdiyyələr, notarius. Amma bizim qanunvericilik bunu qadağan edir. Biz istəyirik gələcəkdə bu ümumiyyətlə düzdür. İndi bax, bugün mülki hüquqi müqavilələrlə bu işi tənzimləmək olar. Amma
bir işçi bütün ömrü boyu mülki hüquq müqavili ilə işləyirsə, o heç bir sosial, o altı adda sosial sığorta hadisələri baş verəndə onlardan istifadə eləmək imkanında olmur. Ona görə də bu şəxs əgər muzlu işi yerinə yetirirsə, elə onunla muzlu əmək müqaviləsi bağlanmalıdır. Bax, bu məsələ açıq qalıb və bunun da çoxsaylı sosial nəticələri var ki, hansıların bir neçəsinin mən bu məqamda mən Tahir müəllimdən soruşum. Tahir müəllim, baxın, nümunəlidir ki, Rusiyada bu məsələlər həll olunub, bu sahibkar olmayan fiziki şəxs anlayışı gətirilib. Bəs bizdə vəziyyət necədir? Necə tənzimlənir bu münasibətlər və olmazmı ki, bizdə də belə olsun? Bəlkə də var, heç biz bilmirik, ona aydınlıq gətirin. Bu, yəni bir balaca bu sahə üzrə biraz hüquqi nöqteyi nəzərdən baxış keçirək. Məsələ ondan ibarətdir ki, doğrudan da ki, Sahib müəllim dediyi kimi, bayaq dediyi kimi, hər bir şəxsin, fiziki şəxs ya işçinin iş yerləri olur. Bu iş yerlərindən biri də bu kateqoriyalı insanlardan. Dövlət üçün, qanunvericilik üçün, yəni ki, ayrı-ayrı hər bir peşə, vəzifələr üzrə xüsusi qəbul olunmuş bir göstəricilər, qanun filan beşməkən yoxdur. Yəni ki, bu sahədə mövcud olan bütün əmək qanunvericilik sisteminə daxil olan və ya ki, daxil olmayan mülki hüquq qaydada olan qaydalar tətbiq olunur. Bugünkü mövzuya daxil olan xadimələrdir və yaxud da ki, digər xidmət edici heyətlərdir, Sahib müəllim demişkən, o cəlb olunmuş işçilərdir. Mövcud olan vəziyyət necədir? Mövcud olan vəziyyət ondan ibarətdir ki, bizim əmək məcəlləsinə bir mənalı olaraq 6-cı maddəsi ilə bu kateqoriyada olan işçilər daxil edilməyib. Yəni ki, nədən ibarətdir? Ümumiyyətlə, bilirik ki, bütün əməyə cəlb olmuş işçilər iki əkər münasibətlərdə işləyirlər. Əmək münasibətləri ilə və mülki hüquq müqavilə münasibətləri ilə. Bura daxildir podrat, xidmət müqaviləsi və s. və s. Bu, görüldüyü kimi, bax, bayaq dediyimiz kimi, digər işçilər kimi bu kateqoriya işçilər, yəni mülki hüquq qayda ilə tənzimlənən, yaxın olan işçilər əmək məcəlləsinin təminatlarından kənarda qalırlar. Aidiyyət olmurlar. Bu da çox heyfsləndirici bir haldır. Yəni ki, bu, yəni bir qrup işçilər, belə götürək, əmək məcəlləsinin verdiyi, dövlətin verdiyi minimum normalardan kənarda qalırlar. Hazırki şərait bu kateqoriya işçilər üçün necədir? Sadəcə olaraq bir mənalı müəyyənləşdirilib ki, yəni əmək münasibətlərində olmayan, əmək müqaviləsi bağlamayan işçilər, yəni əmək münasibətləri nə vaxt yaranır? Əmək müqaviləsi bağlananda. Yəni o işçilər işləyib dövlətə vergi vermiş vətəndaş sayılmırlar. Yox, sayılmalıdırlar. Yəni ki, amma indiki halda müqavilə olmadığı halda da təbii ki. Yox, müqavilə və əmək münasibətlərində, yəni əmək müqaviləsini dedik biz. Yəni ki, heç kim kənarda qalan hal yoxdur bu dəqiqə. Sadəcə olaraq qruplaşması var. Yəni ki, bizim fikrimiz nədir? Fikir ondan ibarət, hazırki şəraitdə bu insanlar doğrudan da ki, dövlətin təminatını, bunun hüquqlarının qorunmasını təmin etmək üçün o qanunvericilikdə olan heç olmasa minimum normalardan istifadə eləməlidirlər. Hansılardır bunlar? Birinci növbədə bu işçilər bir mənalı olaraq vön götürüb sahibkarlıq fəaliyyəti ilə başlamaq məqsədi ilə bu xırda sahibkarlıq, başqa xidmət sahəsi ilə başlamaq bu çox ola bilər. Məsələn, ta ki, elə işçilər var ki, hüquq nöqteyi nəzərdən xidmət göstərib vön götürüb. Eləsi var xadimə kimi vön götürüb, eləsi var götürüb dayə kimi götürür, eləsi var aşpaz kimi götürür, eləsi var bənna kimi bunlar fəaliyyət göstərirlər. Yəni, bunlar vergidən keçərək, qeydiyyatdan, dövlətdən keçərək vön götürürlər və müəyyən rüsumlar ödəmək şərti ilə. Keçəndən sonra qalır ikinci məsələ. Dövlətdən təminatını aldı və rüsumunu da verdi. O birisi tərəfi qalır ki, doğrudan da ki, Sahib müəllim demişkən, xanım demişkən, bunun təminat məsələsi var gələcəkdə. Yəni ki, doğrudan mı? Pensiya yaşına çatanda? Pensiyanı hələ biz saxlayaq, hələ bunu gündəlik biz bu təminatlarını gözləyək, görək necə olur. Və bu halda qanunvericilikdə qoyulan heç olmasa minimum, mən demirəm mükəmməl bir şeydir, bu xidmət müqaviləsi bağlamalıdır bu ev sahibi ilə deyək. Xidmət müqaviləsi nədir? Xidmət müqaviləsi hər iki tərəflərin maraqlandıran öhdəliklərin haqqında gəlmiş bir sazişdir. Orada göstərilir deyim, saat neçə işləməlisən, əmək haqqın nə qədər olmalıdır, sən günün hansı saatları gəlib getməlisən, istirahət vaxtı nə qədər olmalıdır və s. Hər iki tərəfi maraqlandıran
problemləri, yəni məsələləri qoymaqla bir dənə müqavilə bağlanılır. Bu deyilən kimi indi bu notariusda təsdiq olunmu, harda olurmu? Bu çox gözəl bir formaya düşür. Fikir verirsinizmi? Bu tərəfdən biz dövlətdə olan rüsumları ödədik. Digər tərəfdən biz özümüzün mühafizəmiz üçün, hüquqlarımızın qorunması üçün müqavilə yaratdıq. Ev sahibi ilə və yaxud da digər hansı ki o biz bağladıqlarımızla. Heç olmasa burada bir balaca şərait yaratdıq. Ancaq buradan da minusları var. Yəni ki bunların da biraz çatışmalıqları var. Bugünkü şərait üçün. Sadə bir misal çəkim. Xadimədir, evdədir, cəlb olunub, böyün götürüb və orada haradasa 200-300 manat miqdarında belə tutaq ki, onun əmək haqqısı var və bu mövcud qanunvericiliklə hesabat hər müəyyən müddətdən 3 aydan bir müəyyən müddət hesabat vermək məcburiyyətindədir. İndi bu savadsız və yaxud da ki imkanı olmayan bir insan demək bu hesabatların verilməsində kimisə cəlb eləməlidir, mühasibatlı və s. və s. Yəni bu problemlər də var, belə bu hallar da var. Təbii, yəni bunu göz önünə alıb vətəndaşlar düşünür ki, çətin olacaq, düşünür ki, onlarla məşğul olan kimdir, mən indi özümə güclə və ya hər hansı bir məbləğ pul qazanıram, onun müəyyən faizini də aparıb ora versin. Yəni, düşüncə tərzidir bu, təbii ki. Nə qədər haqlı və ya haqsız demirəm, sadəcə belə düşünürlər ki, hələ o vergini keçirəcəyimə qalsın mənim özümə. Amma düşünmürlər ki, sabah bunların pensiya yaşı çatdığı zaman, onlar o zaman mən deməyim, siz deyin, pensiya yaşı çatdığı zaman heç bir vergi ödəməmiş, iş yeri olmamış, amma bu cür qeyri-legal ev qulluğunda işləyən insanların aqibəti nə olur? Yox, aydındır. Bir məsələni də deyim sizə. Amma qısa deyin. Qısa deyirəm mən ki, yəni onu mən əsas məqamları demək istəyirəm. Məsələ təkcə bu ev qulluqçularının böyüklə işləyənləri qeyri-legal. Bugün biz ondan danışırıq ona görə. Başqa sahəyə çıxmayaq. Qeyri-legalda işləyənlər üçün bəli, əlbəttə çətin olacaq. Bu yenə əmək müqaviləsində, qeyri-legal əmək müqaviləsində cəlb olmuşlar da eyni qaydadadır. Yəni nə olur? Onlar pensiyada... Heç nə olmur. Yenə ki, pensiya yaşına çatdıqda, orada yığımlar ki, bizdə başlayıblar, hər ən öz şəxsi olaraq açılışına yığımlar, orada heç nə yoxdur. Boş. Qeyri-legal, boşdur. Gedirsən ora, yəni ki, müraciət edən həmin təşkilata görürsünüz, siz boşsunuz, heç nə yoxdur burada. Yəni ki, bu problem o yaşın müəyyən həddində... Pensiya almırmı, yoxsa ən minimumu alır? Yox, pensiya çatanda, yəni ki, bu sosial müdafiə fondunun məsələsidir. Pensiya yaşına, yəni stajı getmirsə, alır çox az miqdarda, 40 manat, 30 manat belə miqdarda. Deməli, günah hardasa... Pensiya yaşına çatınca daha 5 adda sosial sığorta hadisəsi var ha. Onlar da məhrumdur. Onların hamısından məhrumdur, bəri başda məhrumdur. Yəni pensiya çatmaq, indi bəzi deyirlər, qocalacam, qocalmayacam, amma gündəlik o 5 adda sosial sığorta hadisəsi ilə üzləşə bilər də. Məsələn, müvəqqəti əmək qabiliyyətini itirmək, doğuşa görə məzuniyyətə getmək və s. Yəni bax belə. O işləmirsə, əgər doğuşa görə necə məzuniyyətə gedə biləcək? Yəni hər halda onun buna ehtiyacı olmur. Amma o faktiki əmək münasibəti. Qeyri-legal iş. Qeyri-legal. Təbii. Amma biz niyə mən çalışıram ki, bugünkü sahəni mövzumuzu başqa sahələrə çıxartmayaq. Bugün biz ev qulluğundan danışdığımız üçün bütün məsələləri məhz danışdığımız zaman ev qulluğunda olan işçilərə, insanlara şamil eləyirik. Ona görə də diqqətli olun. Baxın, Tahir müəllim müəyyən məqamları qeyd elədi ki, bəzən biz düşünürük ki, 4% və ya müəyyən bir faiz ki, ödəyəcəyik, o bizdə qalsın, karımız olsun deyirik. Amma nəticədə bir neçə müddət sonra onun böyük ziyanlarını görmüş ola bilərik. Ona görə də məncə bu məsələləri tənzimləməyi özünüzdə borc bilməlisiniz, öz gələcəyinizin təminatı üçün ən azı. Vüqar müəllim, ailədir, ailə başçısıdır, uşaqlarının sosial-iqtisadi problemlərini həll eləmək istəyir, çıxış yolunu bunda tapır da, müəyyən səbəblər var. Amma öz iqtisadi vəziyyətimi düzəldim deyə özünə bir çox məqamda problemlər açır, problemlər yaradır. Bəs bir vətəndaşın hər şey daha əlçatan, daha rahat, daha bu nəzərə almaq lazımdır, savadsız insanlar ola bilər, nəzərə almaq lazımdır, imkansız insanlar ola bilər və iş qrafikini nəzərə almaq olar ki, məsəl üçün bu hesabatdır, vergidir, bunların məsələsini. Yəni bunu daha hansı formada və ya bəlkə də siz öz fikrinizi demək istəyirsiniz, deyin və sonra bu sualıma cavab verə bilərsiniz ki, necə tənzimləmək olar bunu? Əvvəla qeyri-legal fəaliyyət deyəndə o fəaliyyət nəzərdə tutulur ki, o
xidmət və əmək müqaviləsindən tənzimlənmir. Yəni, hər hansı bir müqavilə yoxdur. Və bu cür xidmətlər yalnız qeyri-legal fəaliyyətə aid deyil, eyni zamanda legal fəaliyyətə aid. Çünki heç də bu xidməti göstərən şəxslərin heç hamısının müqaviləsi və xidmət müqaviləsinin olmadığını iddia etmək mümkün deyil. Çünki onların bir qisminin xidmət müqaviləsi var. Olmayanlardan danışırıq. Təbii ki, olmayanlar qeyri-legal fəaliyyət. Eyni zamanda nəzərə alsaq ki, son illər məhz bu xidməti göstərən şirkətlər formalaşıb, artıq şirkətlər bu cür xidmətləri təklif edirlər və onlar praktik olaraq xidmət müqaviləsi bağlayırlar. Və nə üçün qeyri-legal fəaliyyət var burada? Belə qeyri-legal fəaliyyətin olmasının əsas səbəblərindən biri ondan ibarətdir ki, insanlar, bu sektorda çalışan insanlar heç hamısı vergi ödəməkdə maraqlı deyirlər. Çünki ödənilən əmək haqqı deməyib, yəni ödəniş aşağıdır. Ödəniş aşağı olduğu üçün vergi, həm vergi sadələşdirilmiş vergi subyekti kimi həm 4% ödəmək rübin yekirlərine görə, eyni zamanda sosial müdafiə üçün ödənişlər etmək təbii ki, bu müəyyən xərcdir. Və həm işə götürən, həm işçi bu xərci ödəmək niyyətində deyil və niyyətində olmadığı üçün təbii ki, qeyri-legal fəaliyyəti üstünlük verir. Digər səbəb ona bağlıdır ki, heç də o insanlar hamısı məsələn, onlayn vergi hesabatını təqdim etmə imkanlara malik deyil. İnternetlə vergi hesabatları təqdim edə bilmirlər. Və ya onların hər rübdə bir dəfə verəcə də ilin sonunda illik və rüblik hesabatlar təqdim etmə imkanları yoxdur. Baxımdan, bəzi hallarda hətta həmin xidməti yerinə yetirən şəxs müqavilə bağlamaq istəsə də belə, amma müqavilənin şərtləri və eyni zamanda müqavilə nəticəsində ona olan öhdəliklər ona o qədər ağır gəlir ki, o müqavilə bağlamır və qeyri-legal işləməyi üstünlük verir. Və təbii ki, qeyri-legal işləməyin... Həm də müqavilə olsa belə, tutaq ki, müqavilədə göstərilib, formal imzalanıb, amma ev sahibi deyir ki, sən bu işi də görməlisən. O müqaviləni, o əsas nə qədər o qadının özündə cəsarət tapa bilər ki, ev sahibinə bu müqaviləni göstərsin ki, bax, işə ehtiyac olduğu bir dövrdə ki, bax, mən bunu nəzərə tutmamışam burada, bağışlayın, gedin bu işi başqasına gördürün. Yəni, onu deyə bilərmi və ya o müqavilənin şərtləri... Çox çətindir, amma yəni müqavilənin şərtlərində hansı işi görəcək qeyd olunur, eyni zamanda müqavilə hansı hallarda pozula bilər, təbii ki, o da qeyd olunur və yəni müqavilə pozulan zaman işə götürən, yəni xidmət təklif edən, xidmət alan şəxs hansı öhdəlik daşır. Çünki bəzi hallarda müqavilədə, əgər müqavilə vaxtından əvvəl pozulursa, o zaman ev sahibi ona 2 ay və ya 3 ayın əmək haqqısını məhz müqavilə şərtləri pozulan zaman ödəyə bilər və təbii ki, ev sahibi də həmin ödəniş etməkdə maraqlı olmur. Amma təbii ki, reallıqda bu yalnız təbii ki, Azərbaycanla bağlıdır, hətta dünyanın başqa ölkələrində belə bu tip xidmətlər göstərilən zaman müqavilə şərtlərindən kənar işlər həyata keçirir. Amma buna necə etmək lazım? Necə etmək lazım ki, qeyri-legal fəaliyyət həyata keçirir? Əslində, biz problemə baxsaq, problemin kökündə eyni zamanda məlumatlığın az olması durur. Və həm bu xidməti göstərən həm qadınlar, həm kişilər arasında məhz məlumatlıq azdır. Nə üçün müqaviləyə ehtiyac var? Qanunvericilikdə boşluqlar var, çünki qanunvericilik yalnız xidmət müqaviləsi təklif edir. Bu müqavilə məsələsi. Onsuz da biz cəmiyyət olaraq biraz kobud çıxmasın və ümumiləşdirmə olmasın, amma çoxumuz onsuz da legal işləyəndə də belə bizə təqdim olunan müqavilələri oxumuruq, birbaşa imza atırıq. Və müqavilə ilə nədənsə, hüquqi məsələlərlə nədənsə bizim aramız yaxşı deyil. Bu hüquq başımıza bir iş gəldiyi zaman da ilk əvvəl hüquqşünasının yanına yox, məhz tanış axtarırıq ki, görək hansı tanış bizi bu vəziyyətdən çıxarda bilər. Yəni, hər şey şəxsi müstəvilər üzərində. Bax, dediyimiz kimi, internet məsələsini dediniz ki, hər kəsin imkanı olmaya bilər. Ən əlçatan məqam, ən əlçatan vasitə internetdir. Yenə, məsəl üçün, biz yenə bundan şikayət eləyiriksə, başqa sizin təklifiniz nə ola bilər? Məsəl üçün, necə ola bilər ki, bu daha asanlaşdırılsın, daha sadələşsin və bəlkə də insanları bu müqavilə və vön sisteminə aparsın bu yol? Hansı ola bilər? Təbii ki, bu yollardan biri məhz məlumatlıq səviyyəsinin artırılmasıdır. Məlumatlıq səviyyəsinin artırılması yalnız televiziya və ya təbii qəzetlərdə çıxışlarla olmur. Eyni zamanda təbii ki, baxmayaraq ki, bunların da kifayət qədər böyük əhəmiyyəti var. Eyni zamanda, məsələn, müxtəlif mərkəzlər məhz bu istiqamətdə məsləhət xidməti yerinə yetirə bilərlər. Məsələn, Qadın Krizis Mərkəzi bu istiqamətdə məsləhət xidmətləri yerinə yetirə bilər və qadınların məlumatlandırmasını həyata keçirə bilər. Və o cümlədən təbii ki, insanların məlumatlandırmasına ehtiyac var. Tamamilə doğrudur. Digər problem odur ki,
bir sıra hallarda insanlar qanunla qaçırlar. Bəzi hallarda hətta mənim də müraciətlər olur, əmanətlərin alınması ilə bağlı, düz mövzumuzdan kənarda, amma əmanət ala bilmirik. Sonradan mən izah eləyəndə ki, çox normal, gedin notariusa bu sənədi təsdiq elətdirin və müraciət edin məntəqəyə alacaqsınız. Gedirlər sənədi təsdiq elətdirirlər, məntəqəyə müraciət edirlər və vəsaiti alırlar. Əslində bu mümkündür. Sadəcə insanlar tanış tapmaqla, qanundan kənar yollarla problem həll etməyə çalışırlar və çox təəssüf ki, bu psixologiya artıq çox psixologiya və ənənə var. Xəstəlik səviyyəsinə gəlir. Mən fikrimcə yük, məsələn, mən əgər müqavilə bağlamıramsa, mən buna görə, məsələn, xidməti göstərən şəxs olaraq müqavilə bağlamamışamsa və önümdə yoxdursa, mən buna görə heç bir məsuliyyət də yoxdur. Amma yükü qoyanda o işi, xidməti qəbul edəni yaxud işə götürənin üzərinə və məsələn, xüsusən indi biz danışırıq mülki hüquq müstəvidən, çünki əmək münasibətlərini tənzimləyən burada boşluq var. Biz ondan mən qısaca danışdım. Bu da yerini tutsa və bunun üzərində dövlət nəzarəti də güclənsə, məsələn, dövlət əmək müfəttişliyi xidmətinin bəlkə hansısa bir evə gedib yoxlama apardığı bilmirəm, siz daha yaxşı bilərsiniz. Yəni, bu səlahiyyətdə onların üstündə artıq gəlsə, onlar bu obyektdə də artıq özlərinin nəzarət elədiyi subyektlər sırasında qatsa, reydlər eləsə və s. Bu tədricən məcbur etmə yolu, artıq məcbur etmə subyekti olur bu işi və yaxud xidməti alan, iş verən və xidməti alan tərəf. Bunların məsuliyyətinin artırılması və bunların qanunvericiliyin asan prosedurların bu şəxslər üçün müəyyən olunması və vergilərin və sosial ödəmələrin ödəmə mənbəyindən həyata keçirilməsi sisteminin təkmilləşdirilməsinə ehtiyac var. Doğrudur, amma müəyyən məsuliyyət var, çünki bütün əgər ödəniş olursa və xidmət göstərilirsə və ödəniş olursa, təbii ki, vergi ödənilməlidir. Xidmət üzrə var, bəli, amma əmək məsələsi üzrə yox. Çünki əmək qanunvericiliyi ilə tənzimlənmir, vergi məsələsi ilə tənzimlənmir. Ən yaxşı variant Rusiya variantıdır. Onlar adətən, bayaq da mən qeyd elədim ki, bu işi adətən işə düzəlmə firmaları təklif eləyirlər və Rusiyada çıxış yolu belə tapıblar. Deməli, işə düzələn firması əgər ilk növbədə siyahı əgər tərtib eləyirlərsə işçilərin, mütləq onlardan bir neçə sənəd tələb eləyirlər. Yəni, rekomendasiyanı tövsiyə məktubu, vergilərdə qeydiyyata düşməsi, tibbi arayış, yəni bütün sənədlər orada deməli qeyd olunur və mütləq tələb olunur. Əgər işə götürən artıq gəlir müraciət edir ki, mənə bu işçi lazımdır, artıq deməli işə düzəlmə firması bu işçinin bütün sənədləşmənin və gələcəkdə əgər hansısa bir problemlə qarşılaşırsa, o işçinin belə deyək, arxasında duracaq. Əgər ola bilsin ki, əmək haqqını vaxtında ödənilmədilərsə, əgər hansısa bir münaqişə oldusa, əgər məsələn siz qeyd elədiniz ki, müqavilədə ola bilsin ki, şərt var və işə götürən tələb eləyir ki, bundan artıq iş görülsün. Artıq işçi müraciət edir işə düzəltmə firmasına və işə düzəlmə firması artıq bu qadının hüquqları və yaxud da ki, hansısa problemi həll etməsində çalışır. Məsələn, xanım, mən çox üzr istəyirəm bir dəm müdaxilə. Yəni, bu bir yaxşı formadır ki, o işçini işə firma qəbul edir, onunla muzlu əmək müqaviləsi bağlayır, eyni zamanda o xidməti alanla xidmət müqaviləsi bağlayır. Bu, amma çox xərcləri artırır, Mətən xanım. Bu yaxşıdır, amma xərcləri artırır. Ona görə əslində firmalar vasitəsini işləmək istəyir, vermirlər ki. Mən bir məsələni də qeyd etmək istəyirəm ki, yəni doğrudan da deyilənlər hamısı iki yollardır, axtarışlardır. Sadəcə biz əlimizdə olan faktlarla, yəni qanunvericilikdə olan imkanlarla bunu çıxış daha tez və sadə formada bəyat edik. Doğrudan da ki, niyə müqavilə bağlamırlar? Niyə bu rəsmiyyətə gəlmirlər? Onun səbəblərindən yoldaşlar da qeyd elədilər, hesabat məsələsidir. Hesabat. Bu hesabatdan azad olmaq olar, sadə formada. Yəni ki, bu hesabatı verməmək üçün bizim doğrudan da ki, o qanunvericiliyimizdə olan bəzi dəyişiklikləri icra eləməliyik. Nədir dəyişiklik? Bizim belə sadə bir fikirlə. Yəni ki, bu sektorda olan işçilər ildə bir dəfəmi, ya ayda bir dəfəmi, rütlə bir dəfəmi müəyyən məbləğləri ödəməklə qabaqcadan mütləq məbləğləri ödəməklə hesabatdan azad oluna bilirlər. Yəni, qanunda bu var. Yox, lisenziya sistemi də. Lisenziya sisteminə keçsək bu formalarda, bəli. Təklifinizdir, sizin təklifdə, sadəcə formadır. Yəni ki, bu insanlar müəyyən vaxtlarda dediyimiz kimi aydamı, rübdəmi, ildən bir dəfə ödəməklə məbləğlərdə, taksi sürücüləri kimi, bəli, ödəməklə hesabatdan azad olurlar.
və heç bir hesabat barəsində fikirləşmirlər. Bu bir Kiməsə yoldur, kömək yaxşı eləsin, kömək eləsin və s. və s. Bu bir. İkincisi, bilirsiniz necədir məsələ? Məsələ ondadır ki, kim savadlıdır, kim savadsızdır, kim nədir? Hansı insan ki, işə girişir, işləyir və o insanlar o xırda minimum heç olmasa əmək hüquqlarını bilməlidir. Heç olmasa bundan anlayış olmalıdır. Doğrudan bayaq dediyimiz kimi, bunun arxasında kim durur? Arxasında o müqavilə durur, biz dediyimiz xidmət müqaviləsi. Hüquq durur, orada da, götürülmüş, qanun durur. bəli, orada götürülmüş normalar durur. Orada dediyirsiniz, başqa işlər sonradan təklif olunur. Təklif oluna bilər, əgər orada işin həcmi göstərilməyibsə, əgər orada deməyibsə, hardan başlayıb, hardan qutarmalısan, saat neçədə olmalısan və s. və s. və s. Bunlar yoxdursa, əlbəttə o hallar olacaq. Yəni ki, bu müqavilə bağlanarkən bu işlərə ciddi fikir vermək lazımdır və bayaq dediyim kimi o qanunvericiliyimizdə bu məsələni eləyə bilsək, yəni olsa, yəni ki, o hesabatdan azad olsa bu insanlar, sadə bir məbləğdə ödəməklə müəyyən məbləğlərdə onu yerinə yetirə Tahir bilər. müəllim, baxın, Mətəli xanım dedi ki, və ya bir də sahib mənim bu işə düzəltmə büroları ilə bağlı öz fikirlərini bildirdilər. Dövlətin də məşğulluq xidməti deyə bir xidməti var vətəndaşlara. Yəni, bununla bağlı sizin evlərdə, yəni bu cür işçilərlə bağlı vətəndaşlara xidmət göstərirsinizmi? Bəlkə elə bu məsələni tam dövlət öz öhdəsinə, həmin o məşğulluq xidməti öz öhdəsinə götürsə və artıq hər kəs bilsə ki, mən əgər evimə dayə axtarıramsa və ya evimə hər hansı bir qulluqçu axtarıramsa, mən gəlim məşğulluq xidmətinə bununla bağlı mən öz müraciətimi bildirim. Əllərində olan bizə təklif eləyəcəkləri neçə nəfər varsa, onlarla maraqlanım, CV-lərini və ya onların haqqında məlumatları dövlət məşğulluq xidməti toplasın və bütün bu müqaviləni də dövlət məşğulluq xidməti tələb eləsin, bütün bu vergi, digər sosial ödəmələri də hamısını məhz nəzarəti üzərinə göstərsin. Yəni, belə bir sistem varmı, yoxsa olsa necə olar? Belə bir sistem yoxdur. Lakin məsələ nədən ibarətdir? Doğrudan da ki, bizim hazırki şəraitdə bütün işçilərimizi və bu fiziki şəxslərimizi işə göndərərkən, götürərkən müxtəlif yollardan istifadə olunur. O cümlədən bizim məşğulluq mərkəzlərimizdə. Məşğulluq mərkəzlərinə müraciət olunursa bunlar, qeydiyyata düşürsə, söz gəlişi onu da deyim ki, hazırki şərait tutaq ki, bugünkü gündə 38.002 nəfər bizdə işsiz şotunda durubsa və bunun yarısından 42%-dən çoxu qadınlardan ibarətdirsə, bunlar. Onlar göndərirsə təyinatla məşğulluq idarələr orqanları, bəli, o hallarda bu işə qarışa bilirlər. Amma qarışır. Yəni, təklifim odur ki, yəni olsa necə olar? Olsa məsələ odur. Yəni ki, bu işlərlə əlaqədar olaraq, düzdür, məşğulluqda elə bir hüquqlar yoxdur ki, göndərəndən sonra onun hüquqlarının qorunması, filan beş məkan bu işlərini icra eləsin. Bu məsələlər yoxdur. Yeri gəlmişkən, indi məşğulluq xidmətlərində mən bir neçə dəfə də Şahbaz müəllimlə belə diskussiyalarda iştirak etmişəm. Onlar da bu məsələ ilə bağlı bir fikirləşirlər ki, bəlkə o özəl şirkətlərlə yanaşı, hələ bir məşğulluq xidməti də, belə deyək, o şərtlə özü işə götürsün o şəxsi və amma o xidmət alan tərəfindən də özü müqavilə münasibətlərini tənzimləsin. Belə bir nəsə diskussiyalar gəlməklə dərəcədə olacaq. Məsələ nədir ki, dövlət öz vətəndaşının hüquqlarını özü hələ qorusun. Yəni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq qisminə ki, nəzarət edən insanlar var. Yəni, bu öz monopoliya yox, orada bir monopoliya yox. Tövsiyə xarakterli. Tövsiyə xarakterli nədən ibarətdir? İnsanlara deyə bilərik ki, baxın, gəlin bura, əgər istəyirsinizsə hüquqlarınız qorunsun, biz bunu məsəl üçün təmin eləyək və ya olsa belə. Hüquqların qorunması, yəni ki, hazırki şəraitdə belə danışırıq, elə çıxır ki, güya hüquqları qorunulmur müəyyən yollarla. Bu yolları var. O bayaq dediyim xidmət müqaviləsi. Onun bir maddəsi ən böyük bəndən ondan ibarətdir ki, yaranmış istənilən mübahisəli halda tərəflər arasında mövcud qanunvericiliyə uyğun olaraq həll olunur. Bu nədir? Bunun məhkəmə qaydası var, müraciəti var və s. və s. Yəni ki, düzdür. Elə məqamlar deyirik ki, onlar da ki, ən axırıncı yollardır, bəlkə insanlar getmir o yollara. Yox, necədir? Bu işi mən öz üzərimə götürmüşəm. Cavabdehliyi özümdəyəm. Heç bir tərəf məndə yoxdur. Mən iki tərəf arasında olan tərəflərdən biriyəm məsələsində. Doğrudan da ki, evdə oturanda səni kim müdafiə edir? Məhkəmə müdafiə edir. Kim müdafiə edir? Hüquq mühafizə orqanları müdafiə edir və s. və s. Amma o ki, müqavilədə olan ki, şərtlər əsasında yaranan mübahisəli hallar. Çünki, sahib mən demişim, məcəlləyə daxil olmadığından əmək məcəlləsinə biz ona girişə bilmirik.
kənardayıq. Amma reallıqda bu gün nə cürdür? Biz tez-tez göndəririk bu məşğulluq idarəsinə qadınları və adətən təklif olunur dayələr də evdə qulluqçu işləmə və s. Yəni sadəcə göndərilir. Amma iş şəraitinə, yəni ümumiyyətlə yoxdur, yəni nəzarət. Sənədləşmə problemi, yəni ona da heç bir nəzarət yoxdur. Yəni qadın dediyim kimi sadəcə ünvan verilir ki, get bax bu ünvanda filan vaxtda get və get işlə. Sadəcə bax bu. Yəni əgər məşğulluq idarəsi tələb eləsə ki, xidmət müqaviləsi mütləq olmalıdır və məsələn o işçinin yanında iki tərəfdə imzalasa bu sənədləşməni, yəqin ki, onda problem nisbətən ən azından bu qanunda yoxdursa belə, qanunda yoxsa belə, amma tövsiyə xarakteri orada kimsə hüquqşünas ola bilər ki, vətəndaşı çağırsın işə göndərməmişdən əvvəl, desin ki, bax bunları nəzarət eləyək, istəyirsinizsə biz hüquqşünas olaraqsa dəstək olaq bunu. Yəni ən azından vətəndaş bilmirsə, vətəndaşa dəstək məqsədli orada hər hansı bir vaxtlar əmək birjaların nəzdində yaradılmışdı kiçik xidmət, məsələn, santexniki xidmətin göstərilməsi və s. Məhz bunu əmək birjaları təşkil edirdi. Görünür, o sonra böyük effekt vermədi, kommersiya baxımdan maraqlı olmadı və dayandırıldı. Yasələ məşğulluq xidmətinin işə götürəndən sonra işçinin hüquqlarını qoruma səlahiyyəti praktik olaraq yoxdur. Məşğulluq xidməti iş tapılmasına yardım edir. İşçi ilə işə götürəni görüşdürür və təbii ki, artıq razılaşma və eyni zamanda hansı əmək haqqına razılaşma hər iki tərəfin razılığı əsasında olan bir məsələdir. Amma tamamilə doğru deyirsən. Məşğulluq xidməti nəzərə alsaq ki, məşğulluq xidməti dövlət tərəfindən həyata keçirilən xidmət, yəni bu sektorda. Təbii ki, məşğulluq xidməti tövsiyə xarakterli işçilərə həm təlimlər keçə bilər iş axtaranlara. O təlimləri izah edilə bilər ki, göndərməmişdən əvvəl nə üçün qısa ola bilər, 1 saatlıq, 2 saatlıq, nə üçün xidmət müqaviləsinə ehtiyac olur, nə üçün imkan verildi, qanunvericilik imkan verdiyi halda əmək müqaviləsi bağlamaq mümkünsə, nə üçün əmək müqaviləsi bağlamaq lazımdır. Yəni bu istiqamətdə təlim və maarifləndirmə işləri apara bilər təbii ki və bu onun səlahiyyətinə daxildir, yəni səlahiyyətinə kənarda deyil. Peşə bölümünün dəyişməsi ilə bağlı məşğulluq xidmətinin yaxşı bir modul tipli təlimləri var. Beynəlxalq Əmək Təşkilatının belə metodika əsasında. Əlbəttə bunu da eləmək olar. Amma yalnız, üzr istəyirəm, yalnız bu xidmət üzrə işə götürmək və yəni işçini tapmaq, işlə təmin etmək hüququnun yalnız məşğulluq xidmətinə verilməsi doğru deyil. Çünki bu bir mənalı şəkildə bazar iqtisadiyyatının qanunlarına ziddir. Çünki iqtisadiyyat bir mənalı şəkildə sektorda monopoliya şəklində yox, məhz hüquqlar verilsin hər tərəfə. Yəni nəzarət olsun və nəzarət çətindir. Məsələn, evə gedib necə yoxlasın? Bəs onda elə çıxır ki, yəni sahibsiz hesab olunmaz. Müraciət əsasında. Bəs işə götürən, məsələn, onu yoxlamırlar, bu kimdir? Bəlkə ola bilsin ki, gələcəkdə cinayət bəlkə törətdi, bəlkə ümumiyyətlə işə götürən amma onu yoxlamaq, yalnız işçini insan alıyın qurbanına çevrilə bilər. Əgər işçi müraciət etdiyi halda mənzil toxunulmazlığı hüququ var. Yəni bu vətəndaşın mənzilinə necə daxil olsun? Məsələn, hətta dövlət qurumudur. Təbii bu müəyyənləşdirə bilməz ki, hansı işə götürən üzünə baxıb müəyyənləşdirə bilməz ki, bu necə adamdır. Yalnız işçi, işləyən adam müraciət etdiyi, amma tövsiyə məktubu bayaq dedi Mətanət xanım, tövsiyə məktubunda çox böyük psixoloji təsiri var. Əgər hər bir işə götürülən insandan tövsiyə məktubu və ya məşğulluq xidməti deyək və ya deyək hansısa bir özəl büro ki, bu haqda vətəndaş haqqında tövsiyə məktubu verir ki, bəli, bu layiqli işçi olacaq, bəli, bu sizin bütün xidmətlərinizi canla başla yerinə yetirir və arxasında məsul və ona görə də vətəndaş da özündə bəlkə psixoloji olaraq bir hansısa bir məsuliyyət hiss eləyər ki, bəli, məni tövsiyə eləyən var, məni ən azından yəni maraqlanmaq, bu hüquq və qanun çərçivəsində olmaya bilər ki, yoxdur, onu eləyə bilmirik. Amma ən azından maariflənmə və tövsiyə xarakterli ola bilər və nəzarət daha güclü olsun. Bura gəlməmişdən öncə bir neçə hesabatla tanış oldum. Məsələn, Amerika Birləşmiş Ştatlarında və Avropa Birliyi ölkələrində bu xidmət sektoru necə inkişaf edir? Məsələn, Amerika Birləşmiş Ştatlarında 99% işə götürən şirkətlər və firmalar vasitəsilə işçini tapır. Eyni zamanda təxminən 98.7% Avropa Birliyindədir. Və nə üçün? Səbəb odur ki, burada yalnız işçinin hüquqlarının qorunmasından getmir. Eyni zamanda işə götürənin özünün əmin olmasından gedir. Çünki işə götürən, məsələn, övladına dayə tapır və bütün gün işdə olur. Çünki övladı ilə kimsə məşğul olacaq.
o baxımdan firmanın işləyir ki, firma bir növ qarantiyadır. Artıq məsuliyyəti bölüşür və bu işə götürən üçün də daha məqbuldur. Hətta xərclər artıq olsa da belə. Çünki artıq məsuliyyət bölüşür və İmic məsələsi var ortada. Təbii məsələsi var. Bizim indi reklam fasiləmiz olacaq və reklamlardan qayıdandan sonra hörmətli tamaşaçılarımız sizə bayaq dediyim sujeti izləyəcəyik. Bizim arxivimizdən təqdim eləyəcəyik o sujeti sizə. Niyə ehtiyac duyuruq onu təqdim etmək? Çünki məhz mövzumuza daha uyğundur və bir gənc xanımın bu cür evdə qulluq sahibsiz və həm də kimsəsiz bir gənc xanımın həyat hekayəsidir. Evdə qulluqla bağlı reklamları izləyək, dərhal sujetimizi izləyə biləcəksiniz.